Bismillahirrahmanirrahim. Aləmlərə rəhmət olaraq göndərilən Məhəmməd Peyğəmbər, Allahın salamı olsun Peyğəmbərinə, pak əhl-i beytinə və itaətkar səhabələrə buyurmuşdur. Əgər namaz Allah dərgahında qəbul olunarsa, digər ibadətlər də qəbul olunar. Namaz qəbul olunmazsa, digər ibadətlər də qəbul olunmaz. Hədisdən bu nəticəyə gəlirik ki, hər hansı bir ibadətin qəbul olunması, namazın qəbul olunmasından asılıdır. Yəni, bütün şərtləri yerinə yetirilərək düzgün qılınan və qəbul olunan namaz, digər salih əməllərin Allah dərgahında qəbula yetməsi üçün vasitədir. Deməli, namazı qəbula yetməyən bəndənin bütün əməlləri də heçə yuvarlanaraq əhəmiyyətsiz olar. Elə bu səbəbdən də hər bir insan qıldığı namaza, onun hissələrinə və düzgünlüyünə, həmçinin bu namazın qəbul olması üçün vacib sayılan şərtlərə daha diqqətlə yanaşmalıdır. Bəndə dərk etməlidir ki, namaz yalnız Allah və Rəsulunun əmr etdiyi qaydalara müvafiq olaraq yerinə yetirilməlidir. Rəsul Əkrəm buyurub, mənim yerinə yetirdiyim namazı nə cür görmüşsünüzsə, siz də namazınızı o cür yerinə yetirin. Bu zaman qarşıya belə bir sual çıxır. Bəs səcdə edərkən alnımızı nəyin üzərinə qoyaq? Səcdə məzhəblər arasında ixtilafa səbəb olan məsələlərdəndir. Aydın məsələdir ki, bu məzhəblərin səcdə barədə verdiyi rəylərdən yalnız biri düzdür. Çünki Allahın nazil etdiyi hökm birdir. Nəyin üzərinə səcdə etmək barədə nəql olunan Peyğəmbər hədisləri olduqca çoxdur. Biz bu hədislərdən bəzisini burada qeyd edəcək və onların qısa şərhini verməklə nəticə çıxarmağa çalışacağıq. Buxari öz səhihində Peyğəmbərdən belə nəql edir. Yer mənim üçün səcdəgah və pak qərar verildi. Peyğəmbərin həyat tərzinə diqqət edirsək görərik ki, o həzrət ibadətlərində yer üzərinə səcdə etmiş və hamiyə məhz bu cür səcdəni əmr etmişdir. Buxari öz səhihində Əbu Səid Xidridən belə nəql edir. Namazdan sonra gözlərim Peyğəmbərə sataşdı. Onun burnunda su ilə torpaq izləri görünürdü. Ayşədən nəql olunan rəvayətdə belə deyilir. Səcdə halında Peyğəmbərin bir vasitə ilə üzünü qoruduğunu görməmişəm. Bu hədis ona dəlalət edir ki, Peyğəmbərin bütün səcdələri yer üzərinə olmuş və Həzrət heç vaxt üzünü səcdə halında bir vasitə ilə örtməmişdir. Vailin nəql etdiyi rəvayətdə deyilir. Peyğəmbər səcdə edərkən alnını və burnunu torpağa qoyduğunu gördüm. Peyğəmbər öz növbəsində yer hesab edilməyən əşyalar üzərinə səcdəni qadağan etmişdir. Beyhəqi Sünəndə Peyğəmbərdən belə nəql edir. Peyğəmbər görür ki, bir nəfər qumun istiliyi alnını yandırmasın deyə əmmaməsini alnının üstünə çəkərək əmmaməsinin üzərinə səcdə edir.
Peyğəmbər əli ilə həmin şəxsə əmmaməsini qaldırmağı işarə edir və əmr edir ki, alnını yer üzərinə qoysun. Xəttab adlı səhabə belə nəql edir. Əllərimizin və alnımızın səcdə edərkən istidən yandığını Peyğəmbərə bildirib, bu haldan şikayət etdikdə Peyğəmbər şikayətimizi qəbul etmədi. Artıq aydın oldu ki, şəriətdə səcdə vacib ediləndən bəri onun mənası və məğzi alnı yer üzərinə qoymaq olmuşdur. Hətta qızmar günlərdə yerin şiddətli istiliyi, çətinliklər və səhabələrin şikayətinə baxmayaraq, Peyğəmbər müsəlmanlara paltar və əmmamə kimi əşyalar üzərinə səcdəni qadağan etmişdi. Çünki bu cür əşyalar yer adlanmır. İslamın ilk dövrlərində Peyğəmbərin məscidinin nə daşı, nə də döşəməsi var idi. Ona görə də yağış yağarkən məscidin yeri palçıq olardı. Buna baxmayaraq müsəlmanlar namaz qılarkən palçıq üzərinə səcdə edir, paltar və ya əmmamə üzərinə heç vaxt səcdə etməzdilər. Çünki bu cür səcdəyə İslam dini icazə vermir. Son olaraq belə nəticəyə gəldik ki, məscidlərə döşənmiş xalça üzərinə edilən səcdə düzgün deyil və namazın batil olmasına gətirib çıxarır. Çünki bu namaz Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm onun pak əhli beyti, səhabələr və tabeinlərin yerinə yetirdiyi namazla müvafiq deyil və onların namazına ziddir. Deməli, xalça üzərinə edilən səcdə bidətdir, yəni dinə sonradan əlavə edilmişdir. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm bu haqda buyurmuşdur. Hər bir bidət rəzalətdir və hər bir rəzalət cəhənnəmdədir. Allahın salamı olsun Peyğəmbərinə, onun pak əhli beytinə və bu yolda ucalan səmimi bəndələrə.